Bugün 21-ci əsrin 4də biri gedib, bugün bizim ölkəmizdə çörək problemi var. Özdə biz Avropa ilə Asiyanın ortasındayıq, onları birləşdirən ən böyük deyək ki, dəvə yolunun bizim ölkəmizdən keçib getməsi, yəni bu qədər zənginliyin içində, bu qədər ölkədə ac adamların olması sadəcə olaraq dəhşət və cinayətdir. Yəni o nöqteyi nəzərdən və bu gün də təsəvvür edin, bu boyda söhbətlər, bu boyda deyək ki, internetdə olan müxalifət qazetləri, jurnalları, nə bilim deyək ki, sosial şəbəkələri olmağına baxmayaraq yenə İlham Əliyev bildiyini edir. Baxın, gecənin birində dururlar, gəlirlər, deyək ki, böyük bir binanı adamların içərindən çıxardırlar, deyək ki, heç nəyə içəridən çıxartmağa qoymadan ekskavatorun qabağına qoyub dağıdırlar, uçurdurlar, köçürürlər. Yəni ölkədən insanları pərən-pərən salırlar. Məsələn, bu gün Dağlıq Qarabağda ümumiyyətlə, Qarabağda insanlar orada belə öz yurt yuvalarından qayıtmağa qoymurlar. Baxın. Və Bakı şəhərində də, Bakıda da yerli adamları dağıdırlar. Yəni Allah dağıtmış kimi dağıdırlar ki, bu adamlar pərən-pərən düşsünlər, bir yerə yığışa bilməsinlər. Əslində bugün Azərbaycanda, Bakı şəhərində olan, yəni evi əlindən alınmış, evini deyək ki, İlham Əliyev uçurtdurub, qəpik kuruş vermiş adamlar 400 min keçir. Baxın. Təkcə o adamlarla bu saat Bakı şəhərində nə desən eləmək olar. İlhamı it qıçı kimi mələtmək olar. Amma hamı, baxın, bizi elə pərən-pərən salıb, elə siyasət aparıblar ki, 2 dənə adam bir yerdə durub bir-birini müdafiə edə bilmir. Yəni, bugün Azərbaycanda 37-dən pisdir, inanın mənə. Texnikanın, elmin, filanın bu boyda inkişaf elədiyi bir vaxtda təsəvvür edin, sənin varınla, sərvətinlə, dövlətinlə deyək ki, gəlib zəbt edib, Heydər Əliyev təsəvvür edin, hansı ki, deyək ki, mən nə qədər ki, mən varam, Azərbaycanda demokratik dövlət, Azərbaycanın müstəqilliyi davam edəcək, mən də ki, hələlik deyək ki, Azərbaycanda çox qalacam, inanın mənə. Yəni, açıq aydın Heydər Əliyev bunu deyirdi və bugün də onu məhz gecə gündüz həmən o şeyləri buraxıb reklam edirlər ki, bu belədir. Və biz də qıraqdan durub baxırıq ki, görək bizim sərvətimizi, bizim varımızı, dövlətimizi necə talayırlar, necə dağıdırlar və qapının deşiyindən baxırıq ki, görək bizə növbə nə vaxt çatacaq. Gəlirlər, qonşumuzu aparırlar, biz susuruq. Bax, məsələ budur dostlar, bu qədər bəsit.